Az yumurtalayıblar. Ama evi yoxdur da, çox yumurtalayarlar inşallah. İnşallah. Bir gəlib bunları saldın oramız cənnətə. Amma yavaş xiyar çevrəni yeməsinlər. Hardan əlbəttə ki, o bir ikisini gətirib atmaq olar bura. Dostlar, gəlin sizi bağımdakı şeylərlə tanıştırım. Bu bizim çiyələyimizdir, çiyələk əkmişik. Bu yekə yarpaqlı olan bu lobiyadır. Hə, gəlin. Ya burada bax soğan da var. Görürsən burada soğanlardır bunlar. Bunlar məncə arpadır. Hə. Bunlar isə buradakı sırada olanlar hamısı. Bunlar hamısı qarğıdalıdır. Hə. Bax. Yavaş-yavaş tələsmə də. Görürsən bunlar qarğıdalı, bu belə olur. Xura qədər ondan əkmişik. Hə. Hə. Orada kartoşkalardır, o yeşə olanlar hamısı. Gedək orada göstərərik də. Hə. Bu bir də ağaclardır da, inşallah ki tutar. Hə. Buradan da gedə bilərik. Hə. Burada isə sarımsaqdır. Sarımsaq. Bunlar sarımsaqdır. Sarımsaq. Hə, bəli. Bu sarımsaq. Maşallah. İşte bunlar yoncadır. Yoncadır. Görürsən bunlar hamısı Yoncalar hamısı böyükdür. Kəsmək lazımdır. Bu dəmiri də burada nə üçün eləmişik biz? Xiyarlar. Maşallah. Niyə? Çünki xiyar dırmaşacaq da ora. Burada da belə xiyarları əkmişik. Təbii ki, xiyar hamısı. Görürsən, elə bir çıxdıqca uzanlar onu bağlayacaq. Bu dəmirlərlə uzanacaq da yəni. Şimdi burada biz elə bir 10 dənə xiyar şəkili əkmişik. Bunlar da kartoflardır. Görək də inşallah ki az qalıb. Yəqin bir aya isti olsa havalar bir aya çıxar. Burada da kartoflardır. Buranı tanıyırlar. Buranı tanıyırlar. Bunlar nədir? Bunlar da malinadır. Malina. Öküz burnu ağacı da var. Öküz burnu ağacı var. Yox, öküz. Öküz ürəyi, gülaz. Hə, öküz ürəyi. Aha, o oradaydı. Bunlar da Neyse armud ağacıdır. Bu da armud ağacı. Burada da bir üzüm də əkmisən də. Bunlardan inşallah ki tutaq deyil. O şaftalı ağacı da orada yaşıllaşır. Ortada. Orada içəridə setka ilə görsən bağlamışıq ha. Burada armuddur. Güzələr yeməsinlər. Ha, su. Yapraklarını. Burada ortadakı nədir? O yulğundur.
O kırmızı kitaba düşüb də, o ağac orada yoğun var da. Onu da elə elədik ki, onu da yavaş yavaş tutacaq ki, toyuqlar onu yeməsin. Ve külək yavaş-yavaş gəlir. Bunların da salmaq vaxtlarıdır. Bu cücələri, toyuqları, yavru cücələri. Orada nədir? Orada nə saxlamışıq biz? Onun arxasında peyindir də, yəni. Elə bil ki, onlar çürüyür, yanır peyin. Burada iki cür peyin var. Amma o toyuq peynidir. Burada isə mal peynidir. Şu yavaş-yavaş onu da mesela tökürük torpağa. Peyin neyini Ramiz? Gücləndirir də. Torpağı gücləndirir.